20.000 manat, bəli. 20.000 verirsən, bir dənə 4 sotun içərisində 4 otaqlı, mini villa tipli, sənə bir dənə şəxsi tikili ev verirəm. 6 qarajlı. Bir dənə evdən tanışılar. Yəni bu qiymətə belə bir ev Respublikanın heç yerində yoxdur. Heç yerində yoxdur. Daha sonra da sana gələcək. 6 qarajlı, maşın gəlir daxil olur aşağısına. Buradan gəldi. Yəni yerə Asarar məndədir. Bekar açar axtarma. Buradan geldi. Baxın, burada çöldə hamam sanuzelin. Burada bir dənə də evli yerin var. Onun qapısını qoydun oradan, buradan bağladın. Bir dənə də evin. Ya da bunu bağ kimi də saxlaya bilərsən. Ya havuz suyu ki, nə istəsən tikə bilərsən. Qoşa, daşdır, şəxsi özünə tikdiyi evdir. Yəni qapısından hələ girən kimi bilinir ki, darvazasından qapısına. Bu şəxsi tikili evdir. Qapının qalınlığına bax. Yəni hər şeyin yaxşısından istifadə olunub. Burada bir dənə mətbəxdir. Çornikatına qədər döşənilib. Bir dənə burada çox böyük zalı vardı. Yəni Şallıq sarayda elə bir içərisi. Çox böyük zalı. Qiymət haqqında məlumat verim, sonra keçim obus otaqlarını tanış edeyim. 20.000 ödənişdən ümumi qiymət düşədən sənə 35.000 manata. Nəqd eləsin amma 31.000 manata. Buradan da gəldi. Burada bir dənə sağda, solda bir dənə yataq otağı, hamam sanuzeli. Yəni tok sisteminə qədər ağardılar, aboy, yerin pulu lazımdır sənə bu dəqiqədə 6 panı. Ya bundan sonra bura 6-7 min qoysun. Deməli 31 min ev aldım. 7 min üstünə pul qoyursan, evi isə çiçək kimi. Yerləşmə yeri haqqında məlumat verən Megastorun arxasından yuxarı qalxırsan, 156A marşrutuna burada 300 metr məsafədədir. 200-300 metr məsafədə. Əsas yoldan arası var, amma ki marşrut yoluna çox yaxındır. Sağ olun, var olun.